Aysel, evlilikdə dəyişmək istədiyin bir məqam hansı olardı? Düşünürsən ki, məsələn də mən fikirləşirəm ki, fədakarlıq eləməzdim. Ya özümlə bağlı dəyişmək istədiyim. Özündə sırf nəyi dəyişmək istəyərdin? Boş verməyi bacarardım. İndi bacarıram, amma vaxt var idi ki, Necə edirsən onu? Öyrət. Bax, məsələn, səni nəsə əsəbləşdirir. Necə boş verirsən? Necə demirsən ona? o bir boşluq olur, onu yaşamaq lazım. Yəni yaşamayasan ki, amma sonra insan başa düşür ki, yəni artıq boş vermək lazımdır da. Sən başa düşürsən ki, səni başa düşmürlər və bu Tək başa düşmürlər deyil. Bilirsiniz, hər insanın fərqli fikirləri var və mən psixoloq kimi danışmaq istəmirəm, amma artıq bir məsələdə tək özümü yox, qarşı tərəfdə düşünməyə başladım. Onu da öz yerimə qoymağa başladım ki, bunu niyə eləyir? Misal üçün deyirəm. Mən deyirəmsə ki, mən bunu eləmək istəyirəm. İlkin mənə deyirsə ki, yox, bunu eləmə. Mən əvvəl ancaq onun davasını eləyirdim. Niyə mən bunu eləməyim? Mənə bunun niyəsini de. Amma indi mən əvvəlcə onun niyəsini ondan soruşmadan özümdə bir məntiqli cavab axtarmağa başlayıram ki, bu bunu niyə deyə bilər? Əgər beynimdə o məntiqi otuzdururamsa, mən artıq boş verirəm ki, kişi psixologiyası belədir, bu belə buna görə düşünür, bu filan insanları düşünür. Yox, o mənim beynimə oturmursa, bunun sırf qısqancılıqdan olduğunu düşünürəmsə, o zaman axıra kimi gedirəm. neçə il sənə lazım oldu ki, bunu dərk eləyəsən? Mən 30 yaşımdan sonra başladım dərk eləməyə.